13-cü sualda iki şəkil görürük. Hər biri su qablarıdır. A və B su qabları, hər birində isə 210 litr su vardır. A qabına 2 dənə kran qoyulubdur çıxış üçün, B-yə isə 1 dənə kran qoyulub. Daha çox şagirdlər bunu nəyində səhv yazıblar olimpiada sualında. Burada fikir verəcəyiniz hissə A kranının V2 belə deyək, ağ çıxışı B-nin üzərinə tökülür. Yəni A boşalana qədər B hələ gözləyir ki, B-nin boşalmağı daha gecdir. A ilə müqayisədə. Və birinci V2 və plus V3-ün cəminə 11 veribsə, biz bunu tənli üzərində qursaq. Əgər V2-nin biz V2 belə deyək, su kranının X yazsaq, X saniyə vaxt sərf olunduğunu yazsaq, V3 isə eləyəcək 11 çıxılsın X. İndi burada maraq arasındadır. Diqqət hara verilməlidir. A kranında həm 5 V1 həm də V2 olduğuna görə bunun su basıncı 5 plus X-dır. Yəni 210 litr suyun axınması 5 plus X qədərdir. Lakin V3-də isə 11 çıxsın X deyil. Biz bunu 11 çıxsın X baxa bilmərik. 11 çıxılsın X çıxılsın bir X olacaq. Çünki V3-ün öz halına V2 təsirləmiş olur. V2-nin üzərinə töküləndən sonra su təsirləmiş olur. Əgər bizim ümumilikdə 210 litr suyumuz varsa, hər birində tək ayrılıqda və bizə tələb olunursa ki, neçə saniyə vaxt tələb keçəcək bunların tam boşalmağına, o zaman birinci üçün 210 bölürəm. X gəlsin 5-ə, çünki X birinci kran, 5 ikinci kran. Digərində isə 210 bölünsün. 11 çıxılsın X, çünki V3 tək şəkildə təsir etməmiş olur. Ona görə olur 11 çıxılsın 2X. 210-lar gedəndə, bir-birinə bərabərləşdirəndə alırıq ki, 3X bərabərdir 10, 3X eləyəcək 6-ya. 3X-imiz eləyəcək 6. Əgər 3X-imiz 6-dırsa, X-imiz eləyir 2. Demək ki, birinci krana X plus 2, 7 saniyədə 7 litr axmış olur. İkinci kran isə 11 çıxılsın 2X qədər. Yəni 11 çıxılsın 4, 9 litr saniyədə axmış olur. Biz bu şərtə əsasən 210-u bölsək əgər 7-yə 30 saniyə alırıq. 30 saniyə almış oluruq. 11 çıxılsın 2X-ımız da edir elə 7. 9 yox 7 eləyir. Çünki 2X-ı 2-yə vuran 4, 11-dən 4 çıxan 7 eləyir. Yenə eyni zamanda 210-u 7-yə böləndə 30 saniyə almış oluruq ki, cavab eləyəcək 30 saniyə. Ən azı 30 saniyə vaxt sərf olunacaqdır.